Salam uşaqlar, hər vaxtınız xeyir. İnşallah ki, yaxşısınız. Bizim bugünkü və bu mövzudan sonuncu testimiz, daha doğrusu dərsimiz qəzzalardan müdafiədir. Həyat bilgisi 1-ci sinif, səhifə 70-71-ci hissəni əhatə eləyəcək. Deməli, insanlar bəzən həyəcan siqnalı eşidə bilərlər. Bəli, bu həyəcan siqnalı onları ilkin deməli qorunmaları üçündür və bunun üçün də ilk vəziyyətlərini belə deyim ki, ona hazırlaşmağı bildirir. Yəni hər hansı bir təhlükəyə indidən hazırlıqlı olmağımızı bildirir. Şəkildə gördükləriniz haqqında danışın. Bu cür qəzalara baş verdikdə necə davranmalısınız? Birincisi yanğın hadisəsi, ikincisi tufan, üçüncüsü isə deməli yanğının təbii ki mühafizəsinin öyrədilməsidir. Birincisi uşaqlar, yanğın zamanı bacardıqca ətrafdan uzaqlaşmaq lazımdır. İkincisi, yanğın haqqında uzaqlaşdıqdan sonra yanğın haqqında birinci yanğın söndürmə xidmətinə və polisə məlumat vermək lazımdır. Çünki yanğının araşdırılması polis tərəfindən önəmlidir. Bu qəsdən də törədilmiş yanğın ola bilər və yaxud yəni insan əli olmadan da ola bilər. Bu araşdırılmalıdır. Təbii ki, bu ikinci şəkildə gəminin qasırğalarla dolu fırtınalı bir dənizdə problemini görürük ki, az qala artıq batmaq üzrədir. Bu zaman isə təbii ki, Fövqəladə Hallar Nazirliyinin xilas etmə xidmətinə məlumat vermək lazımdır. Onlar da ilk xilas etmə tədbirlərini görərək xüsusi helikopterlər vasitəsilə onlara yardım eləyə bilər. Belə. Burada isə görürük ki, bu şəkildə deməli bir xilas edici şəxs necə davranmalı olduğumuz haqqında uşaqlara məlumat verir. Şəkildə gördükləriniz hansılar yanğın zamanı sizə lazım ola biləcəklərdir? Gəlin işarələyək. Birincisi, bu yanğın zamanı istifadə olunmalıdır. Çünki bu qaz maskasıdır. Tüstüdən qorunmaq üçün ən vacib elementlərdən biridir. İkincisi, bu şlankdır. Bu şlank suyu fışqırtmaq üçündür. Bu isə odun qarşısını digər bir yöntəmlərlə alma vasitəsi. Deməli, birinci, üçüncü və altıncı əşyalar bizə lazımdır. Burada ventilyator, sonra kitab var. Bunlar bizə lazım deyil. Bir də bel. Bu da ki, bizə hazır lazım olmazdı. Məktəbdə yanğın təhlükəsi olduğu zaman həyəcanlanmayın, sakit qalmağa çalışın. Bəli, sakit qalmalıyıq. Çünki hər hansı bir panik atak bizi öncədən öldürmüş olur. Yəni öncədən bizə problem vermiş olur. Həyəcanlanmağa ehtiyac yoxdur. Müəllimin göstərişi ilə bir-birinizi itələmədən binadan çıxırıq. Əgər tüstü bürümüş yerdəsinizsə, yerlə sümürərək çıxışa doğru gedin. Aşağıda tüstü az, oksigen çox olur. Bəli. Çünki tüstü havanın üst qatını təsir edir və oranı daha çox götürür. Amma aşağıda artıq tüstü çox az olur. Buna da diqqət etmək lazımdır. Tək isə öz yerinizdən qışqıraraq bildirməliyik. Bəli, tək olduqda artıq bildirməliyik ki, ətrafdan birisi bizi bu hissədən xilas etsin, köməyimizə gəlsin. Gəlin toplayaq. Gəlin birlikdə tibbi yardım çantasını toplayalım. Tibbi yardım çantasına nə ola bilər uşaqlar? Pambıq, spirt, su, iynə, spriş xüsusən, sonra yod. Yod çox vacib elementlərdən biridir. Eyni zamanda sarğı bezi, bint, sonra duz ola bilər. Duz çünki bəzi hissələrdə lazım olur. Müəyyən duzdan, yəni tibbi duz olur, yəni istifadə etmək üçün. Sonra sarğı bezinə yanaşı bir də yara yapışdırıcısı olmalıdır ki, bunlar bizə kömək olsun. Çünki ilk tibbi yardım çantası həqiqətən də bizə lazım ola bilir. Diqqətli olmaq lazımdır. Sonra ildırım çaxarkən hündür ağaclardan su hövzələrindən uzaqlaşmaq lazımdır. Ağac da su da ildırımı özünə çəkdiyi üçün yaxınlıqda durmaq təhlükəlidir. Bəli, doğru deyir. Açıq havada durmaq daha məqsədə uyğundur. Özü də tək ağacın altında da durmaq o qədər də faydalı deyil. Ona görə uzaq durmaq lazımdır. Belə uşaqlar, inşallah ki, bu videonu da bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Kanala abunə olmağı unutmayın ki, bu tip videoların, dərslərin izahı gəlsin.
Bu arada STG-lərimizin izahı da gəlmək üzrədir. Yarışmalar da keçirəcəm, hətta hədiyyəli yarışmalar keçirəcəm. Özəlliklə Bakıda qalanlar üçün, çünki yəni mən kitabı ancaq bu cür verə bilirəm. Elektronla nəslinə vermək olar. Nəysə, yarışmalar da keçirəcəyik. Özünüzdən müğayət olun. Görüşənədək. Hələlik uşaqlar.